Tamam. Sualların birinci. Testin cevabı ben 4 yıl üniversite okuyan böyle bir şey görmemişim. Ki sualın testin cevabı uşağa verirler. Ve buna da kanundur. Və testi də hazırlayıb vermişik sizə. Yəni qanunun isə soru tanısın, verin. Mən onun altından tuta bilmərəm. Ona görə bilmərəm. Burada qanunsuz nə görürük? Qanunsuz, yəni bildiyimə qədər, belə deyim də, biz 3 ay dərs keçirik. 3 ay nəyə görə dərs keçirik? Əgər bir ay ərzində bir dərsdən, bir semestrdə, yəni niyə dərs keçirik? Onda belə eləyək ki, dekabrda gələk, biz testi işləyək, çıxaq önümüzə gedək. Kredi sistemi faydalanmışdır. Səhiylə balon istəyir bu. Balon sistemi başqa, kredi sistemi başqa. Testin eynisini işləyəcək. Ali getdi və yaxud testə düşüb vəli getdi. Yaxşı. Bunlarda mən bir fərq görmürəm ki, yəni o testdən bu test fərqlidir. Verməkdə problemlərdir. Verməkdə problem birinci növbədə test paylaşdıq, atıldı və məndə yoxdur, ümumiyyətlə silirəm mən mesajları. Müəllimsiniz, siz tələb elə o sualları və o testləri verməyə borclusunuz. Silirsiniz, silmirsiniz, o bizlik deyil. Onu mən belə deyim də, araşdırın biraz, görün ki, mənim haqqım varmı? Yox. Hüququm varmı uşağa testi paylamağa sonra eləyim? Məsələnin, hər bir məsələnin özünün daxili qaydaları, intizam qaydaları var, imtahanlar, məsələ daxili və pedaqoji şuranın qərarından tənzim. Hər birləşmə rəhbərləri, hər biri iştirakından, hər birinin iştirakından biz müzakirə edirik. Sual sayını ona görə çox qoyduq ki, keçən olan fənlərdə, o da dərs saatlarının miqdarına görə ki, biz tələbələrə öncədən bir ay əvvəl kredit sistemi ilə təşkil olunan qruplarda bir ay əvvəl suallar, test isə test, yazılıdırsa yazılı suallar bir ay əvvəl tələbələrlə paylaşılmalıdır. Və bir ay əvvəlində tələbə o sual testin cavabını bütün, baxın Günah Hanım, ilk növbədə siz dediniz ki, bu tələbələr taxtadırlar, heç nəyə qadir deyirlər. Əgər siz iddia elədiyiniz qədər taxta tələbədirsə, bunu 300 testi əvvəlcədən verməyiniz cavabını heç bir problem yaratmamalıdır. Onu prosesi səhv bilirəm mən. Yəni, o prosesi səhv bilirəm. Mənə görə fərqi yoxdur. Taxtadır. Nə məcburda biz ona axırda diplom veririk? Mənim üzərimə düşən hüquq və vəzifəm var. Mən fikirləşmirəm ki, o mənim vəzifəm və haqqımdır ki, tələbiyə imtihana düşəcək, sualı verir. Diplomu tələbə sualı. Diplom verilir. Onun nəticəsində verilir də. O diplomun 50%-ni, yəni o diplomda topladığı kreditlərin və 50%-ni sizin imtihana qədər verdiyiniz qiymətlər. 50%-ni imtihanda topladığı ballar əsasında alır. O balları da, yəni o imtihanda toplayacağı ballarda yenə sizin nəticənizdir ki, siz tədrisi necə tapmışsınızsa, o tələbədə o cür qalmayıb, öyrənib yazılır. Tələbənin hamısının keçməyi, qiymət almağı təbii ki, nə bizə maraqlıdır, nə sizə maraqlıdır. Ona görə də siz tələbiyə yaxşı, siz gəlib demişsiniz ki, mən verməyəcəm. Elə bir haqqınız var? Elə bir vermə haqqım olduğunu düşünmürəm. Sadəcə, məqsəd bir elə bilirsiniz, burada bu qərar elə bir qərar deyil. Bir semestrin nəticəsidir. O nəticə ilə də tələbə diplom alır. Qərara etiraz etmək haqqınız var.
qərar nə qərar verildi deyə biz onu başa düşdük, düşmədik, qəbul etmək kimi bir məcburiyyətimiz də yoxdur. O qərara etiraz edirsiniz ki, etiraz eləmək haqqınız var ki, o qərar qaydalara, qanunlara ziddir. Bunu nazirlik bizə hansısa faktla, hansısa sənətlə icazə verirmi? Nazirlik deyir ki, bugün əmr gəlir. Cənab Nazir Emin Əmrullayevin imzasından bizə məktub gəlir, əmr gəlir ki, faiz sevincinin təşkili müəssisəyə həvalə edilir. Bütün qaydalar müəssisənin daxili qərarları əsasında olmalaşır, müzakirə olunur, qərar qəbul olunur və icra olunur. Yəni onun içərisində görmək istəyirsinizsə, imtahan sualı, testi tələbiyə verilsin bir şey görülüb indiyə qədər. Mən 4 il oxuduğum müddətdə görməmişəm. İndiyə qədər çox şey görülür. İndi də çox şey görülür. Görülməyə qalanda yenə çox şey görülür. Çox şey, eşidirik, yatmırıq, eşidirik hər şeyi. Eşitmək başqa şey. Müəlliməm, mən onu özüm araşdırıram, müəyyən yerlərdən soruşmuşam ki, mən müəllim olaraq o işlədiyim müəssisədə imtahanın testini başqa yerdən soruşa bilməzsiniz. Bu müəssisə öz başına deyil ki, buranın da yərsi var, sahibi var, idarə edənləri var. Bu müəssisənin rəhbəri mənim müavinlər hüquqlar. Səni də təyin edirlər də. Və idarə bu qərara dəstək verən və müzakirə olunan heyət də buradadır. Və bu qərar müəssisənin daxili imtahanın keçirilmə prosesi sınavın qaydaları oxumaq lazımdır. Qaydalar kənar oxumuş olsanız belə cavab verməlidir. Biz qaydadan gördüklərimiz var da mən yenə öz üzərində belə bir şey görməmişdim ki, 4 ildə oxumuşam, oxuyanlar da var. Mən görməmişəm ki, imtahanın sual yox, testi tələbiyə verilsin və müəllim onu işləmələsin. Mən dərsinə vaxt bizə eləməliyəm. Bizim universitetdən yenə deyir. Yox, bunu sizə daxilə verilirsə, yox, şey var da, tutorumuz var. Bu qanunudursa, eləsinlər, tutorumuz gətirsin, paylaşsın. Biz qərar verdik ki, belə olsun, testə keçdik. Testi cavabını çalacaq. Mən narahatam o prosesdə. Mən öz adıma gələcəyə telefonumda imtahan sualı atmağa narahatam. Keşke atıram da, nə atıram da? Nə şəkildə verəcəyini bizə maraq. Fərqi var ki, müəllim verir. Müəllim əlimlə test verir tələbə. Qaldı ki, bunu mən çağırıbsınız ki, fikrimi deyim, düzdürmü? Siz qərar verirsiniz, əcəb eləyirsiniz. Mən də çağırırsınız ki, fikrimi deyim. Mən də fikrimi deyirəm. Yaxşı, bir qrupda 10 uşaq var. Biri ümumiyyət ləşqavısıyla oynayır, telefonuyla oynayır, beşi də özünü. Bəli, təşəkkürlüğümüzü bir də siz dediniz ki, hər uşağa baş qoşmayın dərsdə. O uşağı mən... Yox, bəzən dediniz ki... Baxın, sözü, düzgün, təmirlərlə ifadə eləmək lazımdır. Burada təhsil müəssisəsində... Yəni, hər uşağa fikir verməyin. Demişəm ki, hər uşaq fərdidir. Bəli, fərdidir. Bir uşaqla uğraşmaq zaten bir dərs axıra bitəcək. Elə görürsən ki, o uşağa elə baş qoşmamaq lazımdır. İnkluziv təhsildən keçmişi artıq. Cənab Nazirdə bunu deyir. Bütün təhsil müəssisələrində inkluzivliyin təmin olunması deyə bir şey var. Bir, fərdi yanaşma deyilən başqa bir məsələ var, bu da işi. Mən demişəm ki, tələbəyə fərdi yanaşın. Biri agresiv ola bilər, biri proaktiv ola bilər. Əgər o agresivdirsə, həmin vaxtdır onu, belə deyək, mən sizi başa düşdüm nə demək istədiyinizi. Dərsi idarə etmək, mənim işidir. Tələbə sizə dinləmirsə, tələbə oxumursa, tələbə sizin sənlə fikir verirsə, telefonla oynayırsa, o nə bizləni, nə Aysel xanımı, nə də bu qızlar digər Xeyr, onun haqqında mən gəlirəm artıqlaması ilə. Sadəcə olaraq
Məsələn, bir dəfə kitabsız, dəftərsiz gələnlər, mən dedim ki, mənim dərsime kitabsız, dəftərsiz gələn gəlməsin. Çıxartdım, bir icrasda dediniz, amma iki dəfə hazırlıqlı gəlirdi. Çıxardanda öldürmədim ki, bazı tədbirdə. Niyə? Onun izahını demək istəmirəm, bir dəqiqə üzr istəyirəm. Onun izahını demək istəmirəm. O onsuz oxumayan, ümumiyyətlə dərsə başlaşmanın mən ikisini yazıram. Heç də o məsuliyyətinə gəlsəm, oxuyur, oxumursun. 10 uşaqdan 8 oxuyub, 1 oxumursa, o deməkdir ki, müəllim qabiliyyətsizdirsə və sadəcə olaraq sual qisminə gətirmək istəyirəm ki, bəs yaxşı, ümumiyyətlə ikna olmayan, mən onsuz oxumağa gəlməmişəm deyən tələbəyə qarşı oxuyan tələbə də var da, bu sualı bunun hamısına verdimsə, mən sabah oxutduğum tələbəni nə cür deyəcəm ki, oxumalısan, qiymət almalısan. Zaten imtihanın sual axırda verilirsə, bunlar keçə bilirsə, mən niyə də o uşağı öldürməliyəm ki, sən dərs oxu? Mən imtihanda qədər aldığım bilmək başqa hesabladım. İmtihanda aldığım bilmək başqa hesabladım. Niyə bilmirəm ki, mən 13 il işləyəmə bilmirəm.